Və gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm iki barmağını birləşdirərdi və digər barmağını qibləyə doğru işarə edərdi. Və deyiblər ki, sanki 51 göstərir. Yəni, ərəb rəqəmləri ilə. Gəlib bəzi rəvayətlərdə asta-asta tərpədərdi. Və gəlib ki, işarə edəndə barmağını tam dik etməzdi. Yəni, tam qibləyə doğru tam dik belə saxlamazdı. Nə də çox əyərdi. Yəni, necə rahatdırsa elə də tutardı. Və gəlib ki, tərpədmə şəklində asta-asta tərpədərdi. Yəni, tez-tez tərpətməzdi və ya dairə cızmazdı. Necə ki, bəziləri elə başa düşüb ki, dairə cızma deyəndə, yəni barmağı belə tərpətməlisən, yox. Sadəcə asta-asta Peyğəmbər sallallahu aleyhi və səlləmlə gələn hədislərdə ya ki, tərpədərdi. Gəlib bəzi rəvayətlərdə duada tərpədərdi və duada tərpədərdi. Amma hədislər hansı ki, gəlib ki, orada saxlayardı və yalnız şəhadətdə qaldırardı, sonra salardı, o hədisdə sabit deyil Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Baxmayaraq, bəzi alimlərdən nəqillər gəlib bəzi məzhəblərdə.